Salam, hər vaxtınız xeyir olsun, hörmətli qrup üzvləri. Deməli, növbəti maddəmiz 54-dür, 8-ci fəsildir. Əmək şəraitinin təmin edilməsi. Baxın, bütün işçilər əmək şəraiti ilə təmin edilməlidir. Əmək şəraiti nədir? Əmək şəraiti işçinin əmək haqqısı, deməli, əmək haqqının ödənilməsi, sonra sanitariya, gigiyena normalarına tələb verən iş mühiti, təhlükəsiz iş mühiti, sonra əlilliyi olan işçilər üçün də, indi bilirsiniz də, son vaxtlar binalar tikildikdə əlilliyi olan şəxslər üçün də, belə deyək də, onların da o binadan istifadə etməsi üçün şərait yaradılır. Burada da qeyd olunub ki, əlilliyi olan şəxslər haqqında qanuna əsasən iş yerlərinin standartlara cavab verməsi, iş şəraitinin yaradılması. Belə. Sonra əmək mühafizəsi, bayaq dediyim kimi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, sonra iş vaxtından artıq olmayan, baxın, iş vaxtı müddətindən artıq olmayan iş vaxtında işlərin yerinə yetirilməsi, əmək funksiyasının yerinə yetirilməsi. Bax, bunun özü də əmək şəraitidir. Bax, bizim işimizin müddəti 8 saatdır. 5 günlük iş rejimində çalışırıqsa da 8 saatdır. 40 saatdır da həftə ərzində. İndi onları keçəcəm sizə. Nəyi demək istəyirəm? Deməyim odur ki, 40 saatı aşmamalıdır həftə ərzində. Gün ərzində 5 günlük iş rejimi ilə çalışırıqsa da, 5 günlük işdirsə də işimiz, günə 8 saatdan artıq olmalıdır. Bax, günə 8 saatla biz təmin oluruqsa, deməli, əmək şəraitimiz təmin edilir. Yox, biz günə 10 saat işlədilərsə də, bizi 9 saat işləyiriksə də, deməli, bizim əmək şəraitimiz pozulur. Aydındırmı? Bax, iş saatıdır, əmək haqqıdır, əməyin ödənilmə dərəcəsidir, təmizlikdir, sanitariyadır, yəni binanın təmiz olması da biz təmiz yerdə işləməliyik. Təhlükəsiz yerdə işləməliyik. Biz tavan tutaq ki, təhlükəli vəziyyətdədir. Bu nə deməkdir? Deməli, bizim əmək şəraitimiz təmin edilməyib. Tavan çökə bilər, altda qala bilərik. Sonra naqillər nasazdırsa da, deməli, bizim işimiz təhlükədədir, əmək şəraitimiz təmin edilməyib. Bax, budur. Sonra, deməli, sığorta olunma, bu da əmək şəraitimiz sayılır. Alətlərdən, materiallardan istifadə etmə. Məsələn, məktəbdə, tutaq ki, texniki işçilərdir. Məktəbə verilir də dövlət tərəfindən, tutaq ki, süpürgə verilir. Görürsünüz, bunu veririk, deməli, əmək şəraitini təmin eləmiş oluruq və yaxud da ki, kürək verirlər və yaxud da ki, araba olur, xidmətçilər üçün danışıram. Və yaxud da ki, müəllimlər üçün tabaşir verilir və yaxud da marker verilir, nə bilim. Bunlar da, yəni alətlər, nə bilim, texniki vasitələr, materiallar, avadanlıqlar və yaxud da elə parta, stol, stul, lövhə, bax, bunlar hamısı bizim avadanlıqlarımızdır məktəbdə və bunu dövlət verir, deməli, bizim əmək şəraitimizi təmin edir. Aydındırmı? Sonra, burada immun çatışmazlığı virusuyla yaşayan işçi ilə məsləhətləşmə, yəni bu xəstəliyə tutulan bir işçi varsa da, onun üçün də istirahət vaxtları ayırmaq lazımdır, onun tibbi müayinədən keçilməsi üçün ona icazə verilməlidir və s. Sonra, və deyir ki, əmək müqaviləsində nəzərdə tutulan başqa, deməli, şərtlər də ola bilər. Deməli, bunlar hamısı əmək şəraitimizdir. Ümumiləşdirmə edirəm. Əmək şəraitimiz nədir bizim? Əmək haqqımız, əməyin ödənilmə dərəcəsi, əməyin miqdarı, sonra gigiyena və sanitariya normalarına cavab verən iş yeri, iş şəraiti, əlilliyi olan şəxslər üçün müəssisədə yaradılmış şərait, sonra texniki təhlükəsizlik normalarının gözlənilməsi, dediyim kimi, bayaq dedim, əməyin mühafizəsi, sonra iş vaxtı müddətində işləmək, yəni iş vaxtının müddətindən artıq olmayan iş vaxtında işimizi yerinə yetirməkdə. Yəni, artıq iş saatı olmamalıdır da bizim üçün. Sonra, istirahət vaxtımız. Bayaq bunu demədim elə bil ki, istirahət vaxtımız, məzuniyyətimiz. Baxın, məzuniyyətimiz, istirahət vaxtımız. Məsələn, 6-cı günü, bazar günü bizim iş şəraitimizdir və bax, bununla təmin olunmalıyıq. Sonra, məzuniyyətimiz də iş şəraitimizə daxildir. Belə, sığorta, avadanlıqla təmin olunma. Bunlar hamısı əmək şəraitinin təmin edilməsidir.
əmək şəraiti niyə təmin edilir? İşə götürən tərəfindən təmin olmalıdır. İşçilər tərəfindən öz əmək funksiyasını keyfiyyətli yerinə yetirmək üçün. Yaxşımı? Keçirik maddə 55-ə. Əmək şəraitinin əlavə şərtləri. Əmək şəraitinin əsas şərtləri var, bir də əlavə şərtləri var. Deməli, maddə 55-də əmək şəraitinin əlavə şərtləri var. Əmək şəraitinin əlavə şərtləri nələrdir? Əlavə şərtlər ümumiyyətlə işə götürən imkanı hesabına müəyyən edilir. Məsələn, daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət, qısaldılmış və ya natamam iş vaxtı. Baxın, müəllimlərdə, həftə ərzində ümumiyyətlə ölkəmizdə maksimum iş saatı 40 saatdır həftə ərzində. Elə işçilər var ki, bunlar üçün qısaldılmış iş saatı müəyyən edilir. Məsələn, müəllimlərdə, həkimlərdə həftə ərzində 36 saatdır. Gördünüzmü? Bax, buna qısaldılmış iş saatı. Görürsünüz, 4 saat azaldılıb da, iş saatının müddəti qısaldılıb. Bu əlavə şərt hesab olunur. Sonra deyir ki, əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı. Yenə deyirəm, artıq əmək haqqının verilməsidir, əlavə məzuniyyətin müddətidir, əlavə sığortalardır, yardımlardır. Bunlar əmək şəraitinin əlavə şərtləridir. Sonra maddə 56-da əmək şəraitinin şərtlərinin dəyişdirilməsi. Baxın, zəruriyyət olduqda əmək şəraitinin şərti dəyişdirilə bilər, yol verilir. Amma işə götürən əmək şəraitinin şərtini dəyişməmişdən qabaq bir ay əvvəlcə, ən az bir ay əvvəl işçini yazılı məlumat verməlidir işçiyə ki, əmək şəraitin dəyişdiriləcək. Əmək şəraiti nə idi? Yuxarıda dedik, əmək haqqısıdır, məzuniyyətidir və s. Deməli, tutaq ki, əmək haqqı dəyişdirilirsə də, bax, bu əmək şəraitini dəyişdirmək deməkdir elə. Əmək haqqında məsələn fərq varsa da, fərq varsa. Deməli, əgər işçi yeni əmək şəraiti ilə razı deyilsə də işləmək, misal üçün, ola bilsin ki, 5 günlük iş rejimidir, oldu 6 günlük iş rejimi. Amma işçi deyir, yox, mən 6 günlük istəmirəm işləmək. Deməli, əgər işçi yeni əmək şəraiti ilə işə davam etdirməyə razılıq vermirsə, onda imkan varsa, baxın, bu şərt deyil ki, mütləq başqa vəzifəyə keçirməlidir. İmkan varsa, deməli, imkan varsa başqa vəzifəyə keçirilir. Yox, imkan yoxdursa da 68-ci maddənin C bəndi ilə xitam verilir. 68-ci C bəndində nə deyilir? Orada da deyilir ki, indi onu görəcəksiniz, oxuyacaqsınız. Orada da deyilir ki, əmək şəraitinin şərtinin dəyişməsi xitamın əsaslarıdır. 68-ci maddə. Xitamın əsaslarında da belə bir bənd var. Əmək şəraitinin şərtinin dəyişdirilməsi. Yəni, əmək şəraitinin əsas şərtinin dəyişdirilməsinə görə xitam verilə bilər. Nə zaman? İşçi yeni əmək şəraitində işləmək istəmədiyi zaman. Sonra, burada da deyilir ki, baxın, bu məcəllələrin 55-ci, deməli, əlavə şərtin dəyişdirilməsi xitama əsas ola bilməz. Əsas şərtin dəyişdirilməsi xitama əsas ola bilər. Əlavə şərtin dəyişdirilməsi xitama əsas ola bilməz. Məsələn, belə deyim də, əlavə şərt dedim bayaq sizə, əlavə əmək haqqı, qısaldılmış iş saatı, nə bilim, yardım falan. Bax, bunlar olur əlavə əmək haqqı, bunlar olur əlavə, deməli, şərt, əmək şəraitinin əlavə şərti. Bax, bunun hansısa birinin dəyişdirilməsi xitama əsas ola bilməz. Amma əsas şərt dəyişəndə xitama əsas ola bilir. Sonra, burada da göstərilir ki, azı 50 nəfər işçi çalışan müəssisədə ümumi sayın 10%-dən çoxunun əmək şəraitinin şərtinin pisləşməsinə səbəb olan dəyişiklik aparılırsa, bu zaman işə götürən müvafiq quruma rəsmi məlumat verməlidir. Müvafiq qurum da deməli, araşdırıb, səlahiyyət çərçivəsində müvafiq tədbir görə bilər. Baxın, əgər əmək şəraiti dəyişir və işçilərin əmək şəraitinin şərtləri pisləşirsə, bu da nə zaman? 50 nəfər işçi çalışan müəssisənin 10%. 10%-dən çoxunun əmək şəraitinin dəyişdirilməsi nəzərdə tutulur.
Sonra burada işçinin əmək funksiyası göstərilir. İşçinin əmək funksiyası nədir? Deməli, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, sonra peşəsi üzrə yerinə yetirilməli olduğu iş, göstərməli olduğu xidmət, bax onun dairəsi dəqiq və birmənalı işə götürən tərəfindən müəyyən edilməlidir. Bax, bəs bunu biz hardan müəyyən edirik? Biz bunu Vahid tarif ixtisas sorğu kitabçasından müəyyən edirik. Vahid tarif sorğu ixtisas kitabı, Vahid tarif ixtisas sorğu kitabçası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmışdır və deməli, burada bütün işçilərin əmək funksiyası göstərilir. Bax, məsələn, əmək müqaviləsi bağladıqda həmin o sənəddən biz götürürük, yazırıq əmək müqaviləsinə işçinin əmək funksiyasını. Müqavilə bağlayanda işçinin əmək funksiyası mütləq şəkildə göstərilməlidir. Yəni, bu işçi nə eləməlidir, nə iş görməlidir? Xidmətçi, məsələn, nə eləməlidir? Dalandar nə eləməlidir? Müəllim nə eləməlidir? Psixoloq nə eləməlidir? Hamının. Deməli, bu da oldu bizim əmək funksiyamız. Keçirik maddə 58-ə. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi. Əmək şəraiti imkan verirsə, əmək deməli müqaviləsinin şərtləri imkan verirsə, işçi əsas iş yeri üzrə müəyyən olmuş iş vaxtından sonra deməli əvəzçilik qaydasında da əmək müqaviləsi bağlayaraq işləyə bilər. Məsələn, bir işçi bu müəssisədə işləyir, amma bir məsələ var da, bir məsələ var. Hə, yaxşı, o məsələləri qeyd edirəm. Mən hələ ki bunu deyim ki sizə, deməli, bu müəssisədə işləyir, işdən sonra da o bir müəssisədə işləyir, başqa bir yerdə də işləyir. İkisindən müqavilə bağlaya bilər. Və yaxud da ki, tutaq ki, növbəli işləyirsə də bir gün burada işləyir, sabahsı gün də digər yerdə məsələn işləyir. Və belə bir formada, yəni həm əsas iş yerində, həm də ki, əvəzçilik qaydasında digər müəssisədə işləyə bilər və yaxud da ki, digər işlərdə işləyə bilər, başqa iş yerində işləyə bilər. Deməli, bu zaman əvəzçilik üzrə əmək müqaviləsi, deməli, bağlanan iş yeri işçinin əlavə iş yeri olur. Əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri əlavə iş yeri olur. Əvəzçilik üzrə iş vaxtının müddəti 89-cu maddə ilə müəyyən edilmiş, yəni ki, o normadan artıq olmamalıdır. Hə, deməli, bu ikinci bənddə nə deyilir? Deyir ki, əvəzçilik üzrə iş vaxtının müddəti 89-cu maddə ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. İş vaxtının müddəti. Deməli, bu bilirsiniz necədir? Tutaq ki, işçi bir gün ərzində 8 saat işləməlidir də. 8 saatdan sonra gedib başqa hardasıdır, yenə 8 saat işləyə bilməz, olmaz. Buna yol verilmir. Ona görə müqavilə bağlandıqda əsas iş yeri ilə mütləq əlaqəli şəkildə müqavilə bağlanır ki, görsün ki, qaydalara uyğundurmu da. Sonra iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerində işləməyə əsas iş yeri üzrə işə götürən razılığı tələb edilmir. Məsələn, mən işdən sonra başqa yerdə işləmək istəyirəmsə də, bu işdən başqa yerdə də işləmək istəyirəmsə də, mən buradakı işə götürənimin razılığını, yəni ki, ehtiyac yoxdur razılıq almama. Amma bir istisna var. Razılıq da tələb olunan hallar var. Hansı halda? Deməli, iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işə götürən razılıq ilə yol verilir. Deyirik ki, ümumiyyətlə razılıq lazım deyil, amma əgər iş vaxtında başqa yerdə işləyirsə də, bax, bu zaman işə götürən razılıq ilə yol verilir. Sonra, deməli, deməli, elə hallar var ki, baxın, burada qeyd olunur. Elə hallar var ki, əvəzçilik üzrə işləməyə icazə verilmir işçiyə. O da hansı hallardır?
insan sağlamlığına mənfi təsir göstərən zərərli iş yerlərində ağır təhlükəli işlə çalışan işçilərə həmin formada əvəzçilik üzrə, yəni həmin yenə də zərərli və təhlükəli işlə çalışmalı olduğu işə icazə verilmir. Yəni əvəzçilik üzrə yenə ağır şəraitdə işləyə bilməz. Bir də yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerlərində gündəlik iş vaxtının cəmi nəzərdə tutulmuş iş vaxtından çox olmamaqla yol verilə bilər. Bax, məsəl üçün, deməli, yaşı 18, məsələn, 36, biz dedik ki, 40 saatdır da, normal iş saatı həftəlik 40 saatdır. Elə işçilər var ki, onlarda iş saatı qısaldılıb. Məsələn, yaşına görə iş saatı qısaldılır, işin ağırlığına görə. Məsələn, müəllimlərdə 36 saatdır, qısaldılmış iş saatıdır. Yaş 18-dən az olanlarda da yenə qısaldılmış iş saatı, məsələn, 36 saatdır. Baxın, burada onu demək istəyir ki, yəni həm əsas iş yerində, həm də əlavə iş yerində o saatı aşmamalıdır. Məsələn, 36 saatı aşmamalıdır. Sonra burada başqa işə keçirmə var. Məlum məsələdə də adından da bəllidir. Əmək müqaviləsində nəzərdə tutulmayan başqa bir vəzifəyə keçirmə deməkdir. Başqa işə keçirmə. Və başqa işə keçirmə işçinin razılığı ilə və əmək müqaviləsində dəyişiklik edilməklə, əmək müqaviləsi bağlanmaqla yol verilir. Başqa işə keçirmə. Sonra maddə 60-da işə götürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmədir. Görürsünüzmü, işə götürən təşəbbüsü, deməli işçinin burada razılığı alınmır. Bu da hansı haldadır? Baxın, bu hər halda olmur. Bütün hallarda olmur. Buna da deməli müəyyən vəziyyətlərdə olur da. Məsələn, istehsalat zəruriyyəti yarandıqda boş dayanma halının qarşısını almaq məqsədi ilə istehsalat zəruriyyəti yaranarsa, işçinin razılığı olmadan işə götürən işçini başqa işə keçirə bilər, amma müvəqqəti. Nə qədər? 1 ay. 1 aydan çox ola bilməz. 1 ay müddətinə işə götürən işçinin razılığı olmadan işçiyi başqa işə keçirə bilər. 1 ay keçməməlidir. Amma belə normalda başqa işə keçirmə tərəflərin razılığı ilə olur. İşçinin razılığı ilə daha doğrusu. Maddə 61-də başqa işçinin əmək funksiyasının icrası göstərilir. Deməli, müəyyən səbəbə görə iş yerində olmayan işçinin əmək funksiyasının icrası başqa işçinin icrasıdır. Başqa işçinin işinin icrası daha doğrusu tərəflərin razılığı ilə buna yol verilir. Bu zamanda, bax, bilirsiniz necədir? Məsələn, müavindir. Deməli, direktor yoxdur məktəbdə, müavinə direktorluq vəzifəsi həvalə olunur. Tutaq ki, onun əmək funksiyasının icrası da ona tapşırılır. Bu zamanda, deməli, əmək haqqı da 162-ci maddədə nəzərdə tutulan qaydada ödənilir. 162-ci maddədə nə deyilir? Ona indi baxaq. Deməli, 162-ci maddədə deyir ki, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, işçinin tarix maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Aradakı fərq ödənməlidir. Əvəz edilən işçinin tarix maaşı, əvəz edən işçinin maaşı ilə eyni və ya ondan azdırsa da, o zaman əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işə götürən qarşılıqlı razılığı ilə müəyyən edilir. Aydın oldu bu hissə. Deməli, tutaq ki, bayaq bir misal çəkmişdim sizə. Tutaq ki, müavinlə direktorun arasındakı əmək haqqı fərqi nədirsə də, müavinə direktorluq işi deməli tapşırılırsa da, onun əmək funksiyasının icrası tapşırılırsa, bu zaman müavinlə direktor arasındakı əmək haqqının fərqi nə qədər? Tutaq ki, 200 manat. Həmin o 200 manat o maaşa əlavə olur. Yox, əgər maaşlar eyni olsaydı, bu indi buna aid deyil də, ola bilsin ki, elə bir işdir ki, maaşı eynidir ikisinin də. O zaman işçi və işə götürənin razılığı ilə ona əlavə əmək haqqı, onun əmək haqqısına əlavə